Şeyx, bəziləri deyir ki, bəzi sahabələr Əhl-i Beytə pis münasibət göstərir. Bu nə dərəcədə doğrudur? Əhl-i Beytdən olmayan sahabələrin Əhl-i Beytə münasibəti necə olur? Elhamdülillah, qardaşlar, ümumiyyətlə heç bir sahabə Əhl-i Beytə pis baxmayıb. Əhl-i Beyt kimi fəzilətlərini qoruyublar. Lakin Əhl-i Beytdən olanlar da insandırlar. Siyasi baxışlar olub, yanaşmaları olub, Quran sünnənin xaricində olan məsələlərdən. Ola bilər, hansısa sahabi, hansısa Əhl-i Beytdən olan adamın fikrinə razı olmayıb. Bu normaldır. Aydındır, bu normaldır. Bu cür amma qaldı ki, Əhl-i Beytin fəzilətini heç bir sahabi inkar edəməyib. Olan fəzilətlərini saxlayıb həmişə. Bəli, fikir ayrılığı ola bilər. Hətta Əhl-i Beyti içində fikir ayrılığı var idi. Aydındır. Elə Əhl-i Beyt var idi, Əməvilərlə yaxşı idi. Muaviyyə ilə yaxşı idi. Hətta bu söhbətlərdən sonra. O fikir ayrılığı ola bilər. Siyasi baxış, məsələlərə yanaşma. Bu başqa şeydir. O Əhl-i Beytin fəzilətini inkar eləmək deyil. Fəzilət o demək deyil ki, nə dedi? Haqdır, yox. Allah da nə deyir? Haqdır. Bir də Peyğəmbər sallallahu aleyhi ve sellem dəvətdə